Möminlərin əmri Əli, Allah ondan razı olsun, qəbirstanlığa daxil olan zaman belə deyərdi: Ey qəbir əhli, sizdən sonra qadınlarınız başqaları ilə evləndi, mallarınızı bölüşdürdülər, evlərinizdə artıq başqaları yaşayır, evladlarınızı xidmətçi olaraq götürdülər. Bu məndə olan xəbərlərdir. Kaş ki sizdə olan xəbərləri də bilərdim. Kaş ki bilərdim ki sizin qəbirdə olan halınız nədir. Sonra öz ətrafında olanlara deyərdi ki, əgər qəbirdə olanlar cavab verə bilsəydilər, mütləq bu cavabı verərdilər ki, Allah qorxusunu artırın, salih əməlləri artırın. Həqiqətən də elm əhli deyir ki, dəyərli müsəlmanlar, insana qəbirdə yardım edəcək ən gözəl dostu dünyadakı dostudur. O da salih əməlləridir. Vallahi sən də belə öləcəksən. Sənin də qadınınla kimsə evlənəcək. Sənin də evində başqası yaşayacaq. Evladların başqasının xidmətində olacaq. Əziyyət çəkdiyin malı bəlkə də başqaları xərcləyəcək. Lakin sən qəbirdə necə olacaqsan Allah bilir.